Bir gün bir sərçə yolun kənarında dayanmış bir tələyə rast gəlir. Sərçə tələyə deyir: "Nə məsələdir? Burada niyə dayanmısan?" Tələ cavab verir: "İstəyirəm insanlardan uzaq olum ki, onlardan mənə və məndən də onlara zərər yetməsin." Sərçə deyir: "Belə isə bəs niyə torpağa oturmusan?" Cavabında tələ cavab verir: "Təvazökar olmaq üçün." "Əlindəki bu dirək nədir?" "Bu mənim əsamdır, ona söykənirəm." Sərçə yenidən soruşur: "Bəs bu dən nədir?" "Onu sədəqə verirəm." Sərçə deyir ki, "Olar onu götürüm?" Tələ buyurur: "Ehtiyacın varsa, buyur götür." Sərçənin dəni götürməyi ilə tələnin bağlanması bir oldu. Tələ dedi: "Burdan sənə xilas yolu yoxdur, son sözünü de." Sərçə dedi: "İlahi, sənə sığınıram o şəxsdən ki, sözü o idi, əməli bu oldu."